İnşallah zəhərlənmərəm deyib 30 manata set almışam. İçindən soya çıxır. Ondan sonra ketçup çıxır. Bir dənə də soya qoydurmuşam əlavə. İndi içindən çıxanları sizə göstərəcəm. Bu krapdır. Göstərdim sizə. Baxın, qızardılmış krap, dadına baxaq. Allah qəşəng. Dadı əlavədən isti gəlir. İkinci isti setimizi göstərdim. Bu da qəşəngdir, dadına baxaq. Bunun dadını çox da bəyənmədim. Amma qiymətinə görə okeydir. Sonra qızıl balıqlı bir sushi çıxır içindən də bunun dadına baxacağım. Aha, indi bunun dadına baxıram. Qalınlığı ortadır. Dadı qəşəngdir, bəyəndim. Ondan sonra belə bir sushi və altda da başqa bir qızardılmış sushi var. İndi onu açıram. Baxın 30 manata görə məncə əladır. Baxın üstündə kraplar var. Qalınlıq da ortadır, yəni böyüklüyü falan çox qaydasındadır. İndi isti olan dadına baxacağım. Bunlar toyuqludur. Dadına baxım yenə. Çox qəşəngdir. Baxın, çox qəşəngdir.